Dediyimiz kimi studiyada da xəritə mövzusunu davam etdiririk. Şüarımızsa belədir. Xəritə ərazinin özü deyil. Könlünün dediklərinə qonağımızla birgə aydınlıq gətirəcək. Qonağımız isə NLP ustadı Babək Bayramovdur. Buyurun. Salam Babək müəllim, xoş gəlmişsiniz. Necəsiniz? Xoş gördük sizi və bütün Azərbaycan gəncliyini salamlayıram və hər dəfə maqa çıxdıqda bu gələcəyimizin əmin əllərdə olduğuna bir daha əmin oluram. Təşəkkür edirik. Elə vaxt itirmədən ilk sualımıza keçid almaq istəyirəm. NLP-də xəritə nə deməkdir? Xəritə ümumiyyətlə anlayışı Alfred Korzybskidən, məşhur antropoloqdan gəlir. Xəritə ərazinin özü deyil və ya siz səsləndirdiyiniz kimi. Yəni bir menyuya baxdıqda menyudakı yemək siyahısına baxırsınız, amma o yeməklər demək deyil. Alma sözü almanın özü demək deyil. İzah eləyə bilirəmmi? Yəni ki, ümumiyyətlə həyatda nə görürüksə, dil sadəcə və sadəcə onun ikinci təmsilidir. Bir simvolda şifrələridir. Özü demək deyil. Adi bir qaydada deyək ki, mən mağazaya girirəm və yanımda da bir adam gəldi, başqa bir şey istədi dedikdə, bu adamın mənim nəzərdə tutduğum adam olması ancaq mənim təcrübəmə aiddir. Siz və digər tamaşaçılarımız isə öz təcrübələrində müxtəlif rənglər və müxtəlif formalı insanlar canlandıra bilərsiniz. Eyni qaydada hər hansısa bir ölkəyə gedirsiniz, bir istirahətdə olursunuz və yaxud da ki, bir təcrübə haqqında danışırsınızsa, o zaman təcrübələrinizə əsasən nələr varsa onları deyirsiniz və siz danışdıqca qarşıdakı insan da xəritə çəkir beynində. Hal-hazırda bu verilişdəyik. Verilişdən çıxdım, mən getdim bir dostlarımla oturub söhbət elədikdə və söhbət verilişdən düşdükdə mən buradan danışaramsa, hesab eləyəcəm ki, verilişə əsasən danışıram. Əslində isə hal-hazırda burada verilişin xəritəsini çəkirəm zehnimdə və danışdığım anda o xəritəyə əsasən danışıram. Onun üçün də burada diqqət olması məqam insanların bir-birlərinin dünya xəritələrinə hörmət eləmələridir. Babək müəllim, onda yəni kimsə bizi ilə ünsiyyətdə olanda o hansısa bir hadisəni danışırsa və bizim də təsvir yaranır da, bizim özümüzdə təsvir yaranır. Bu deməli o xəritə sayılır. Bilirsiniz, bu xəritələr həm ünsiyyət zamanı, həm bizim qorxularımız, fobiyalarımız, güclü olduğumuz anlar, gücsüz olduğumuz anlar, hamısı tamamən xəritələrimizlə əlaqədardır. Biz əgər özümüzü gücləndirəcək xəritələri özümüzdə yarada biləriksə, öz sinir sistemimizə bizi gücləndirən siqnallar göndərə bilərik. Yox, əgər bizi zəiflədəcək xəritələrə malikiksə, o zaman bizi zəiflədəcək bir duruma salacaq siqnallar göndərə bilərik. Baxın, hal-hazırda ən böyük probleminizi düşünün dedikdə, içinizdə bir xoşagəlməz duyğular yaranacaq. Nəyə görə? Çünki avtomatik olaraq həmin xəritəni çıxardırsınız zehninizə və o görüntülər yaranır. O səsləri eşitmiş olursunuz. Eyni anda bir dəqiqənin içərisində özünüzü güclü vəziyyətə sala biləcək xəritələrinizi aktiv hala gətirə bilərsiniz. Məsəl üçün, həyatınızda möhtəşəm uğur qazandığınız anlar olub. Elə deyilmi? Əlbəttə. Və o anları xatırlatdığınız anda istərsiniz üzünüz gülür, içinizdə gözəl hisslər keçirdirsiniz. Bunlar sizin hər biri resurslarınızdır. Ya bu resurslardan istifadə eləyərək həyatımıza yön verə bilərik. Həyatımızı istədiyimiz şəkildə formalaşdıra bilərik. Biz bunların üzərində çalışırıq. Adam özgüvən əskikliyi var. Məsəl üçün, özlüyündə fikirləşir ki, filan yerdə gedəcəm, bunu eləyəcəm, müdürdən maaş istəyəcəm, gedəcəm, CV verəcəm, filan şirkətdə işə girəcəm. Bununla əlaqədar düşüncələri var. Ancaq həmin vəziyyətə girəndə istər-istəməz onda xoşa gəlməz bir güvənsizlik yaranır. Zəif bir duruma keçir. Bəs bunun necə ala bilərik? Tamam, o zaman xəritəni dəyişməklə. Çünki xəritənin özü də çərçivələrdən ibarətdir. Hər hansı həyata müəyyən çərçivələrlə baxırıq. Bu çərçivələr bizim baxış bucaqlarımızdır. Əvvəllər necə baxmışıqsa, bundan sonra da o şəkildə baxmağa davam edirik. Örnək olaraq mən sizə bir şey deyim ki, bir ərəb düşünün, bir fransız düşünün, bir Azərbaycanlı düşünün. Ərəb adət-ənənəsinə, fransız bizimkilər də ki, öz adət-ənənəmizə malikik. Əgər bu uşaqları lap anadan olan kimi
kimi dəyişik ailələrə, başqa ölkələrdəki ailələrə versəydilər, məsələn, bir Azərbaycandan ərəb ailəsinə versəydilər, o böyüyəndə ərəb kimi düşünərdi, ərəb yeməkləri ağız dadı olardı, o musiqini daha çox mənimsəyərdi, o adət-ənənəni, necə ki, böyük gələndə kiçik ayağa qalxmalıdır kimi bir inancımız var. Bizim xəritələrimizdə bu möhkəm surətdə kök atıb, deyilmi? Bəli. Yəni, Avropada ola bilsin ki, bu olmasın. O zaman orada da onu doğru qəbul edirlər, biz də bunu burada doğru qəbul edirik. O zaman bu doğrudursa, onlar üçün də o doğrudursa, o zaman doğru özü hardadır? Doğru deyilən bir şey yoxdur. Əslində doğruları biz özümüz yaradırıq. Uşaq vaxtımızdan bəri bizə doğrular öyrədilir və bunlar da bizim xəritələrimizin tamamını təşkil edir. Və demək ki, biz yalan bir dünyada yaşadığımıza görə o zaman biz həqiqətin nə olduğunu tam olaraq, yəni bölgənin tam olaraq özünə gedə bilmədiyimizə görə onun üçün nə etməliyik? Bizi zəiflədəcək həqiqətlər yaratmaq əvəzinə bizi gücləndirəcək həqiqətlər yarada bilərik. Bu nə şəkildə olur? Öyrənməklə. Çünki insan onu zəif olmağı bir doğru olaraq öyrənmişdi kimi qəbul edirik və biz ona güclü olmağı həmin anda öyrədirik. Və qısa zamanda da öyrənə bilir. Çünki beyin zaten qısa zamanda öyrənir. Adi bir filmə baxanda, yəni bir kadra bugün, digər kadra sabah, o birisi kadra birisi gün baxsaq, biz o filmdən bir şey anlaya bilmərik. Elə deyilmi? Gərək onlar sürətlə getsinlər ki, biz ona baxaq və bir şey anlayaq və mənalandıra bilək. Yəni, öyrənmə sistemi əslində sürətlə gedir, sadəcə necə eləyəcəyimizi bilməyimizdən asılıdır. Hansı şəkildə? Babək müəllim, siz qeyd elədiniz ki, misal üçün hansısa bir şəxs harasa gedəndə həyəcanla olur, o özünü proyekt eləməlidir, özünə güvən bir xəritəyə, yəni. Bir də görürsünüz ki, elə insanlar olur ki, onların təsəvvür etmə qabiliyyəti, yəni misal üçün deyirsən ki, təsəvvür elə ki, dənizdəsən və yaxud başqa bir məkandasın, deyir, mən təsəvvür eləyə bilmirəm. Bəs o cür insanlara necə yönəlsinlər, misal üçün o xəritələrə, belə deyək? Baxın, indi mən sizə bir şəkildə deyim, siz onun doğru, yəni faydalı bir formada öyrətməzsinizsə, o bir şey öyrənə bilməyəcək. Məsəl üçün, bunu hal-hazırda bu şəkildə test eləyə bilərik. Özünüzü o qədər də güvənli hiss eləmədiyiniz bir yer varmı? Güvənli hiss eləmədiyimiz bir yer, əlbəttə ki, olur arada. Olur. Məsəl üçün, hər hansısa bir yer var ki, orada tam olaraq ifadə edə bilmirsiniz. Elə deyilmi? Bir anlıq bunu test eləyək, xahiş eləyirəm. Gözünüzü yumun. Özünüzü həmin yerdə təsəvvür eləyin. Çox gözəl. Təsəvvür edin. Bütün görüntüləri görün. Bütün səsləri eşidin. İçinizdə bir duyğu yaranırmı? Yaranır. Nəsə sıxıntılı bir şey yaranır, deyilmi? Çox gözəl. İndi çıxın bədəninizdən bir 5 metr kənara çəkilin, baxın özünüzə. Çıxdınız və baxdınız. Baxdıq. İndi isə onu bir tərəfdə baxın, digər tərəfdə isə həmin yerdə özünü çox güvənli hiss eləyən bir adam görün. Yəni tanıdıqlarınızdan biri ola bilər. Həmin adam girdi, o mühitə özünü necə hiss eləyir? Baxın, onun davranışlarına baxın, hərəkətlərinə baxın. İkisinin arasında nə fərq var? Mənə deməyinizə gerək yoxdur, bilirsiniz. İndi isə özünüzü görün ki, gəlirsiniz və onun kimi davranırsınız. Görə bilirsinizmi? Görürəm. Çox gözəl. Onu lenti bir də əvvələ fırlayın. Əvvələ hara? Lap əvvələ, təzdən başlayın orada. Gəldi, güvənli bir şəkildə danışır. Özünüzü görürsünüz. Siz yad adamsınız. Danışır. Rahat bir şəkildə davranır, istədiyi nəticəni də alır və gedir. Tamam, gözünüzü aça bilərsiniz, rahat bir şəkildə. Düzün mənim yadımdan çıxdı ki, hətta studiyadayım mən. Tamam, rahat olun. Hamısını qoyaq bir tərəfə, bir dənə neyroloji olaraq fikrimizi dağıdaq. Arzu xanımı düşünək, onunla söhbət elədiyimizi, bu neyroloji bağı qurub pozmaq üçündür. İndi isə həmin o güvənsiz hiss elədiyiniz zaman var idi. Həmin yerdə özünüzü təkrar gözünüzü yumun canlandırın. Güvənsiz hiss elədim. Yox, indi həminki yerdə, hansınki? Yumun. Canlandırın. İçinizdə bəyək ki, o güvənsizlik gəlirmi yenə? Nəsə yox. Gəlmir. Təbrik edirəm. Yəni, artıq bu nə deməkdir? İçinizdəki bir xəritə dəyişdi deməkdir. Sizi zəiflədən xəritənin əvəzinə sizi gücləndirən bir xəritə. Çünki beyin özünə ən yaxşı olanların içərisindən seçər.
ən yaxşıların içərisindən seçin. Babək, mən üzr istəyirəm. Deməli, biz indi həmin məkana gedəndə, güvənsiz hiss etdiyimiz yerdə, deməli, artıq biz hiss eləmirik özümüzü güvənsiz. Ya, bilirsiniz necədir? Siz əgər zehninizdə canlandıranda hiss eləmirsinizsə, ora gedəndə də hiss eləməyəcəksiniz. Çünki beyin həqiqətdə olanla xəyalda canlandırılana heç bir fərq qoya bilmir. Çünki görmə mərkəzi burada yerləşir, beyninə. İkisində də eyni mərkəz işləyir, beynin eyni bölgələri işləyir. Orada heç bir fərq yoxdur. Siz gedəndə bir test eləyə bilərsiniz, heç bir zaman həminki kimi güvənsiz hiss edə bilməyəcəksiniz. Çünki artıq beyin başqa bir seçimi var. Çünki bütün davranışlar da seçimlərdir. Hər bir davranışı seçərək eləyirik. Özümüzü aciz vəziyyətə salırıqsa, beyin bu anda bizi onu seçməyi vadar eləyir. Çünki beyin onu seçir. İzah edə bilirəm. Əgər pis düşünsən pis ola bilər və ya əksinə yaxşı düşünsən yaxşı, bu onunla da əlaqəlidir. Əslində siz indi sinir sisteminizlə ünsiyyətə girdiniz deməkdir. İçinizdəki bir xəritədə dəyişiklik elədiniz deməkdir. Çünki ünsiyyətə girəndə sadəcə sözlərlə ünsiyyətə girmək olmaz. Beynin anlaya biləcəyi bir dildə girdikdə xəritə tamamilə dəyişir. Yəni görüntü baxımından Bəli. Tamamilə doğrudur. Yəni bu anda bizim seçimlərimiz var. Biz çarəsizliyi öyrəndiyimiz kimi çarəni də öyrənə bilirik. Çox sürətlə də öyrənə bilirik. Və bunu öyrəndiyimiz andan artıq fərqli bir seçimimiz olur. Özümüzü o anda fərqli şəkildə hiss eləyə bilirik. Yəni bu öyrənmədə də keçərlidir. Siyasətdə, iqtisadiyyatda, ticarətdə, uşaq yetişdirmədə, sevgili münasibətlərində, dost münasibətlərində, hər bir yerdə müəyyən davranışlarımız var. Hər bir davranışda bizim ən yaxşı seçimimizdir. Bir adam bir şeyi eləyirsə, özü üçün ən yaxşı bildiyi bir şeyi eləyir deməkdir. Beynin ən yaxşı seçimin eləyir deməkdir. Və bu seçimlər də əgər bizim işimizə yaramırsa, bizim işimizə yarayacaq seçimlər yaradırıq və onu beynə tanıdırıq. Beynin xəritəsində əgər o seçimlər olarsa, beyin qavradıqlarının içərisindən ən yaxşısını seçəcək. İzah eləyə bilirəm mi? Yəni bu anda da həmin qısa bir zamanda həmin bir hadisəni biz yaşadıq deməkdir. Və bu hər bir an üçün, hətta ən dəhşətli fobiyalar üçün belə keçərlidir. Hətta sevgi depressiyaları, romantik qırılmalar və yaxud da ki, özünü ifadə bu günləri nə qədər gənc universitet qurtarır, çox gözəl savadlara, biliklərə malikdir. Ancaq gedib bir yerlərdə iş tapa bilmirlər, özlərini ifadə eləyə bilmirlər, müəyyən bacarıqlarını ortaya qoya bilmirlər. Bunun nəticədə də nə olur? Bir yandan firmalar işçi axtarır, tapa bilmir, o biri yandan da işçilər iş axtarır, tapa bilmir. Babək, mən elə bu məqama toxunmuşkən mən qeyd edeyim ki, burada siz bizə yardımcı oldunuz, biz belə deyək də o seansı həyata keçirdik. Bəs belə bir özünə güvənməyən insanlar fərdi şəkildə bu cür seans eləyə bilər öz-özünü? Əgər doğru şəkildə eləməyi bacarırlarsa, o yəni siz eləyə qeyd bilər. etdiklərinizin hamısını düzgün eləsələr, onlar da belə deyək də o gərgin vəziyyətdən çıxacaqlar. Baxın, sizə bir şey deyim burada ki, bu bir seyfin açılmasına bənzəyir. 4 dənə rəqəm bilməyiniz lazımdır ki, həmin kodu yığasınız, seyf açılsın. Ancaq bunları bilməyiniz azdır. Gərək eyni ardıcıllıqla da yığmağınız lazımdır. O ardıcıllıqla yığmasaz yenə seyf açılmayacaq, deyilmi? Yəni, bu proqramlanma budur. Əslində, bunun özü kiçik, bəsit bir modelləmələrdən biridir. Bu, daha mürəkkəb əməliyyatlar üçün də keçərlidir. Mürəkkəb bacarıqların mənimsənilməsi üçün də keçərlidir. Bəzən bir bacarığı öyrənmək üçün insanlar illərin verirlər. Amma modellənmə ilə çox qısa bir zamanda öyrənmək mümkün olur. Öyrənməni daha asan bir vəziyyətə gətirmək mümkün olur. Bu anda da yenə də bizim zehni xəritələrimizin dəyişdirilməsindən, bizi gücləndirəcək xəritələrin yaradılmasından bəhs edirik biz. Çox sağ olun, çox dəyərli məlumatlar verdiniz. Həqiqətən çox maraqlı oldu sizlə Babək müəllim. Ümumiyyətlə, sizinlə söhbət çox maraqlıydı, maraqlı izah edirdiniz. Amma əfsuslar olsun ki, bizə ayrılan vaxt bitir. Təşəkkür edirik. Çox sağ olun, gəldiniz. Təşəkkür edirəm, çox sağ olun. Bir vətənin ululuğu, qədimliyi onun dünya tarixində qoyduğu silinməz izlərdən bilinər. Bir torpağın yaşı isə onun üzərində qurulan tarixi dövlətlərin yaşından hesablanar. Bir millətin qədimliyi və mərdliyi onun döyüşlərdə, cəng meydanlarında at minmiş, qılınc oynatmış oğul və qızlarından görünər. Yaşa, var ol Azərbaycan, növbə milli qəhrəmanlarındır. Çağırır Zəngəzur, zərbəni bərk vur. Səngərdə möhkəm dur, çağırır Göyçə. Laçınım, Şuşa adlı sonsuz cahanım. Natəmiz əllərdə
Qalan Gül Gönçə. Məmmədov Natiq Bəşiroğlu 11 may 1975-ci ildə Zaqatala rayonunun Əlbayramlı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra texniki peşə ixtisasına yiyələnərək əmək fəaliyyətinə başlayır. 1993-cü ilin may ayında Zaqatala rayon hərbi komissarlığı tərəfindən milli ordu sıralarına çağırılır. Qısa təlim mərhələsindən sonra ön cəbhəyə yola düşür. Ağdam, Füzuli, Tərtər bölgələrində şərəfli döyüş yolu keçir. 4 oktyabr 1994-cü ildə xüsusi təyinatlı hərbi hissənin əskərləri Gəncə şəhərinə gətirilir. Bu vaxt şəhərdə vəziyyət pisləşmişdi. Silahlı dəstə dövlət çevrilişinə cəhd göstərmişdi. Qiyamı yatırmaq üçün hərbi hissənin əskərləri döyüş vəziyyətinə gətirildi. Natiq də bu əməliyyatda iştirak edirdi. O vəzifə borcunu yerinə yetirərkən dövlətçiliyimiz uğrunda canını qurban verdi. Azərbaycan Respublikası Prezidentinin 5 oktyabr 1994-cü il tarixli 215 sayılı fərmanı ilə Məmmədov Natiq Bəşiroğluna ölümündən sonra Azərbaycanın milli qəhrəmanı adı verilib. Doğulduğu kənddə torpağa tapşırılan şəhidin adına uşaq bağçası var. Bugünlük bu qədər Maglar. Özünüzdən müğayət olun. Hələlik.